Deməli bu gördüyünüz feta dipdir. Bizim şora ən yaxın indiyə qədər tapdığım məhsul feta dipdir. Yəni şora təxminən 90%. Təzə kənd gəlinləri baş çıxmır şor düzəltməkdən, yəni düzəldə bildikləri budur. Yunanlılar axır ki bizdən də nəsə oğurladı, ancaq türklərdən oğurlayıb gedirdi. Yəni 90% yəni eynidir. Yəni birə-bir dadı, nə bilim duzluluğu, sonra teksturası 90%. Şey də tök üstünə, çörəyotu da tök 95% olacaq. Yəni xaricdə olanlar şor həsrəti çəkənlər mənə kimi şoriklər bunu tapsınlar. Hardan tapa bilərlər? Lidl'da Yunan günləri olur. Həmin vaxt oradan da tapa bilərlər. Deməli Yunan mağazaları da olur, oradan da tapa bilərlər. Feta dip şora ən yaxın. 200 qramı təxminən 3 euro ətrafındadır. 2.50-3 euro. Belə nuş olsun. Babatdır. Gedir. Özə pirajki ilə nə gedir? Pirajki da 6 eurodur. Üstündə belə deyək Slavik dostlarınız varsa pirajki havaydı, amma belə 6 eurodur. Öpəyəm.